İki fərqli xarakter, iki fərqli yol, lakin eyni zirvə. Bir tərəfdə əzmi ilə dağları aşan Cristiano Ronaldo, digər tərəfdə futbolu incə sənətə çevirən Lionel Messi. Onlar rəqib deyildi, bir-birinin motivasiyası idilər. Onlarınki sadəcə qol vurmaq yox, bir nəslin ruhuna toxunmaqdı. İndi isə zaman danışır. Ronaldo Səudiyyə Ərəbistanında son səhifələrini yazır. Messi isə Amerikada futbolu populyarlaşdırmağa çalışır. Çempionlar Liqası gecələri, El Clasico toqquşmaları, hər şey yavaş-yavaş arxivə çevrilir. Bu dövr sadəcə statistik göstəricilərlə ölçülə bilməz. Bu dövr sevincin, göz yaşının və fanatizmin dövrüdür. Ronaldo və Messi bir-birinə bənzəməyən, amma bir-birini tamamlayan iki nəhəng idi. Onlar futbolun həm şərəfidir, həm də bəxti. Dövr bitir, amma əfsanə qalır. Yeni nəsil gəlir, amma heç biri Ronaldo Messi dövrünün yaratdığı əfsanəvi atmosferi yenidən yaşada bilməz. Çünki bu dövr təkcə meydanda deyil, bütün dünyada yaşanırdı. Bəli, Ronaldo Messi dövrü başa çatır və biz bu dövrə şahid olduğumuz üçün çox şanslıyıq.